Salam, özünü təqdim elə. İsmailova, Sehra Mübarəksə. Sehra yoxsa Səhra? Sehra. Məşhur olmaq necə bir şeydir? Bilirsən, məşhursan sən. Məşhursan? Bəli. Necə hiss edirsən məşhur olduğunu? Qəşəng hiss edirəm. Qəşəng hiss edirsən. Gəlib səndən görüşürlər çöldə, marketdə. Başqa da görüşürlər. Başqa həyatda. Həyətdə. Şəkil çəkmək istəyirlər səndən. Deyəndə daha çox kimlərə icazə verirsən səndən şəkil çəkdirsinlər? Daha çox izləyicilərimə. İzləyicilərinə? Hansı izləyicilərinə? Uşaqlara yoxsa böyüklərə? Uşaqlarda, böyüklərdə. Böyüklərə də? Hə. Aydındır, başa düşdüm. Səhnədə birdən çəkdirmirəm, birdən çəkdirirəm. Aha. Fikrim olmur, çəkdirmirəm. Hə, fikrin olmur çəkdirmirsən. Məsələn görüm mənə. Hara getmək istəyirsən ən çox? Ən çox parka. Parka? Uşaqlar parka gedər, düz deyirsən. Parkda nə oynamaq istəyirsən? Nə ilə oynamaq istəyirsən? Parkda sürüşmək istəyirəm. Yelləncəkdə yellənmək istəyirəm. Aha, sonra? Sonra Sonra başqa nə istəyirsən? pilləkən qalxmaq istəyirəm. Aferin. Maşın sürmək istəyirsən? Maşın sürmək istəyirəm. Sonra Aferin sənə. gəzməyə getmək istəyirəm. Hə, gəzməyə. Kimdən getmək istəyirsən gəzməyə? Atamdan və anamdan. Bəs qardaşın? Qardaşımla. Qardaşınla da getmək istəyirsən? Aferin sənə. Yaxşı. Mən arada dalaşırıq da qardaşım. Hə, arada qardaşınla dolaşırsan? Hə, arada mən cırmaqlayır. Arada mənim saçım yolur. Arada məni Bəs sən kimə hər deyirsən? yerim qanadır. Bəs sən nə deyirsən ona elə olanda? Mən ona heç nə demirəm. Kimə şikayət edirsən bəs? Mən onu bir dəfə işləmişdim. Hə, hissləndin, dişlərdin axırda. Olur da, bazı qardaş hərdən dalaşır. Bazı qardaşlara nə demək istəyirsən? Dalaşsınlar yoxsa dalaşmasınlar? Dalaşmasın. Sən də dalaşmayacaqsan, hə? Aferin. Aferin sənə. Olsa mən cırmaqlayana ki, anama deyəcəm. Aferin. Sonra kimə? Sonra atama. Aferin. Atan nə edir? Anan nə edir olsan sən cırmaqlayanda? Ona cəza verirlər. Hə. Onu künsədir. Yaxşı. Səncə bu tədbirlərin bir faydası var yoxsa yoxdur? Var. Ən çox sevdiyin şeir hansıdır? Hansı şeirini çox sevirsən? Ay qaşları, qara qız. Aferin. Sonra başqa hansı şeirini sevirsən? O gözləri, o qaşları. O şeiri də sevirsən. Aferin. Şeirlərini kim yazır? Atam. Hamısını atan yazır. Hə, hamısını atam. Aha, yaxşı. Televizorda bir dənə şeirim var idi, ay qaşları, qara qız. Utanmışdın. O şeirdə utanmışdım. Utanmışdın şeiri deyəndə. Belə başıma aşağı salmamışdım. Hə. Bəs yaxşı da görüm televiziyada bir dəfə sən oynayanda yıxıldın. Onda necə hiss elədin özünü? Utandın yoxsa utanmadın? Utanmadım. Aferin. Yıxılanda yıxılıb qalmaq lazımdır yoxsa durmaq lazımdır tez? Durmaq lazımdır. Aferin. Yıxılanda böyüyürlər də yəni. Aferin sənə. Adam yıxıla böyüyür, düz deyirsən. Ən çox hansı nağılı xoşlayırsan? Ən çox cırtdanı və özümün yanımı. Özünün nağılı hansıdır? Atam danışıb. Atan danışıb. Hə. Nə haqqındadır o nağıl? Normalda mənim ayınam da nağılım olur. Aha. Sonra? Ayı məni tapıb qoymur getməyə. Demirəm. Bəs belə sənə nağılları kim danışır? Anam. Ən çox hansı meyvəni xoşlayırsan? Ən çox almanı. Almanı. Başqa hansı meyvələri xoşlayırsan? Başqa çilək. Çiyələk, aferin. Sonra? Bəs banan? Banan da xoşlayıram. Amma arada bir də banan xoşlayıram. Hə, arada bir banan xoşlamırsan. Bəs yaxşı, almada hansı vitamin var? Dəmirli. Dəmirlidir alma. Dəmir var almanın tərkibində. Hə. Kim deyib bunu sənə? Anam. Aferin sənə. Anam və atam. Ata nə deyib? Mən deməm. Qaldım belə. Deyib. Mən deməmişəm axı. Kimin deyir? İzləyicilərinə nə demək istəyirsən qızım? Öpürəm. Başqa nə demək istəyirsən? Məni izləyin. Yenə videoların olacaq. Bəli. Sağ ollar.